اللهم صل على محمد وآل محمد. بسم الله الرحمن الرحيم. اللهم غشني فيه بالرحمة وارزقني فيه التوفيق والعصمة وطهر قلبي من غياهب التهمة يا رحيما بعباده المؤمنين. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين وصلى الله على سيدنا ونبينا وعلة وجودنا محمد وآله الطيبين الطاهرين المعصومين واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين. Mübarək Ramazan ayının son günlərinə gəlib yetişdik dəyərli mümin, müsəlman, bacı, qardaşlarım. Ramazan ayının 29-cu gününün duası və onun müxtəsər şərhin inşallah xidmətinizə səsləndiririk. Allahumma ğəşşini fihi bir-rəhmə varzuqni fihi tevfiqə vəl-ismə və təhhir qalbi min gəyahib-t-tuhmə ya rəhimən bi-ibadihil mu'minin. İlahi, ey mənim Allahım, Pərverdigara, bugünkü gün məni öz rəhmətinlə əhatə elə. Qəşşini, mənim üstümü ört rəhmətinlə. Bütün rəhmətimin əhatəsində məni qərar verginən, məni əhatələ rəhmətinlə. Ən çox ehtiyacımız olduğu şey həm dünya və həm ahirətdə ilahi rəhmətdir. Allah Teala rəhməti 100 hissədən ibarət olaraq yaradıbdır. Ötən günlərin dualarında biz bu xüsusda danışmışdıq. 29-cu günün duasında, bugünkü günün duasında yenidən Allahın rəhmət kəlməsi işləndiyinə görə, Allahın rəhmətindən söz açıldığına görə təkrar olaraq mən yenə o rivayəti siz dəyərli bacı qardaşlarımın yadına salmağa məcburam. Allah Teala öz rəhmətini 100 hissədən ibarət yaradıbdır. Əhl-i Beyt əleyhissalam buyurubdur. Ərsələ qismən vahidən iləd-dünya. Bir qismini dünyaya Allah göndəribdir ki, onun vasitəsilə hamı bir-birinə, valideyn övladına, ailə arasında, dostlar arasında qəlbdə mərhəmət var. Onun vasitəsilə o bir qism ki bölünüb və paylanılıbdır. Onunla insanlar bir-birlərinə rəhm edirlər. 99'unu Allah Teala saxlayıb özü üçün qiyamət günündə öz mömin bəndələri ilə rəhmətlə davranacaq. Qur'an-ı Kərimdə Allah Teala buyurur: "Rəhmətullahi xeyrun mimma yecməun." Allahın rəhməti hər bir şeydən, insanlar nəyi cəm etsələr, nəyi toplaya bilsələr, bütün dünyanı ələ gətirsələr belə yenə Allahın rəhməti ilə müqayisə olunmaz. Allahın rəhməti hər bir şeydən xeyirlidir. Həzrət İmam Sadiq əleyhissalatu vesselam buyurubdur. Yəni Allahın rəhmətini ələ gətirmək yollarını Əhl-i Beyt əleyhissalam bizə başa salıbdır, göstəribdir. Onlardan ən mühümmi budur ki, İmam Sadiq əleyhissalam buyurur ki, Rəhiməllahu mən əhya əmrəna. Allahın o həmən rəhməti, Allahın rəhməti olsun o kəsə ki, Allah rəhmət eləsin. O kəsə ki, biz Əhl-i Beytin göstərişlərini canlandırar. Bizim buyurduqlarımızı həyata keçirər. Bizim sözlərimizi danışar. Bizim şəriətimizi, buyurduqlarımızı insanlara çatdırar, yaşadar. وَلَوْلَا رَحْمَتُكَ لَكُنْتُ مِنَ الْحَالِكِينَ. Quran ayələri, dualar ki, Əhl-i Beyt əleyhissalamdan ki oxuyuruq, o kəlmələr ki var onların içərisində. İlahi, əgər sənin rəhmətin olmasaydı mən əlbəttə ki həlak olanlardan olardım. Və kana bil mu'minina rahima. Allah Teala buyurur. Allah Teala imanlı kəslərə nisbət, möminlərə nisbət Allah
müminlərə qarşı çox rəhimlidir. Həzrət İmam Sadiq əleyhissalatu vesselam buyurubdur. Allahın Rəhman sifəti və Rəhim sifəti. Rəhman bütün məxluqata qarşı, bütün yaratdıqlarına qarşı Allah Teala rəhimlidir. Rəhman həm mömin, həm kafir, hamısının Allah ruzasını verir. Dünyada hamısının ehtiyacını Allah Teala verir, ruzasını verir. Rəhim odur ki, məxsus bir, möminlərə məxsusdur. Yəni Allah qiyamət günü isə yalnız və yalnız möminlərlə mərhəmətlə davranacaqdır. Bəli, bugünkü gün ilk istəyimiz bu oldu ki, Allah öz rəhmətinlə məni əhatələ, qəşşini, mənim üstümü ört, məni hər tərəfdən öz rəhmətinlə məni əhatələ. Və Allahın ən böyük rəhməti, bu xüsusda da siz dəyərli mömin bazı qardaşlarımızın xidmətində danışmışıq. Allahın ən böyük bizə olan rəhməti Xatamul Ənbiya Həzrət Peyğəmbər sallallahu aleyhi və aleyh və onun pak əhl-i beytidir. Allahın salamı olsun onlara. Və ma ərsəlnəkə illə rəhmətən lil aləmin. Peyğəmbər, səni aləmlərə rəhmət göndərdik. Səni, yəni möminlərə, müsəlmanlara demir. Bütün aləmlərə. Dünya kəlməsi də gəlməyib. Bəlkə də səni aləmlərə rəhmət olaraq göndərdik Peyğəmbər sallallahu aleyhi. Bəlkə Allahın rəhmətinin ən böyük məzhəri o həzrətdir və onun pak əhl-i beytidir. O qədər mərhəmətli bir şəxs. O həzrəti ki, hətta Qureyş vaxtilə olmazın əziyyətlər edirdilər ona. Alnını sındırıb, dişini sındırıb, alqan içine salırdılar, öldürmək istəyirdilər. Evinə hücum çəkirdilər, daşa basırdılar Həzrət Peyğəmbər əleyhissalamı. O qədər əziyyətlər edirdilər ki, yənzilu dəm'uhu, qan axırdı üzündən, gözündən və Xədicə-i Kübra salamullah əleyha. Belə dedi, ya Resulallah, limə la tədullah əleyhim. Nəyə görə Allahdan istəmirsən, nifrin eləmirsən ki, Allah onlara bir bəla versin? Nəyə görə onlar üçün qarğış etmirsən, nifrin etmirsən? Həzrət belə buyurardı. Ya Xədicə, ləm ubəs lə'anən və innəmə bu'istu rəhmətən lil aləmin. Məni Allah Teala lə'an, lənət eləyən məbus etməyib. Məni Allah Teala aləmlərə rəhmət olaraq göndəribdir. Lənət deməkdən ötəri göndərilməmişəm mən. Günahkarlara, zalimlərə lənət deməkdən ötəri göndərilməmişəm mən. Məni aləmlərə rəhmət olaraq göndəribdir ki, Allahın ən böyük rəhməti Xatamul Ənbiya Həzrət Peyğəmbər sallallahu aleyhi və aleyh. Əziz möminlər, amma bugünkü gün təəssüflər olsun ki, görürük, məsələn, qərb ölkələrində İslam terrorçu təşkilatı, müsəlmanlar deyəndə bir çoxlarının ağlına ki, bəli ki, uzun saqqal saxlayan, terrorla məşğul olan təhlükəli bir şəxslər gəlir. Bu da Muaviyyənin vaxtı ilə təqdim elədiyi və bugünkü gündə ki, Vəhhabiyyət təfəkküründə olanların Allahu Əkbər deyib, Muaviyyə yolu ilə gedib baş kəsənlərin təqdim elədiyi İslam'a görədir ki, bu günlərin müsəlmanları təəssüflər olsun ki, birçok yerlərdə, dünyanın başqa ölkələrində, birçok ölkələrində bir qəddar, terrorçu kimi tanıyırlar. Hansı ki, İslam dini aləmlərə rəhmət olaraq göndərilən və aləmlərə rəhmət olaraq Peyğəmbər əleyhissalamın qəlbinə nazil olan Qur'an-ı Kərim ki, nəinki möminlərə, müsəlmanlara təkrar deyirik ki, bəlkə bütün aləmlərə rəhmətdir, mərhəmət bir dinidir, rəhmət Peyğəmbəridir. İlahi, öz rəhmətinlə məni bugünkü gündə əhatələ. Vərzuqnə fihid tevfiqə vəl ismə. Allah bugünkü gündə mənə ruzi ver, uğur və günahlardan çəkinməyi. Mənə tevfiq, yəni mənə müvəffəqiyyət bəxş elə və paklıq, ismət, günahlardan qorunmağı mənə ruzi verginə. Həzrət İmam Sadiq əleyhissalatu vesselam Qur'an-ı Kərimin və ma tevfiqi illa billah, mənim müvəffəqiyyətim yalnız və yalnız Allah
Allah'tandır, Allah tərəfindəndir. Bu ayənin təfsirində İmam Sadiq əleyhissalatu vesselam buyurubdur. Əgər bir bəndə, Allahın bəndəsi, Allahın ona əmr elədiyi hər hansı bir itaati yerinə yetirərsə və o yerinə yetirilən əməl Allahın əmri ilə uyğundursa, müvafiqdirsə, Allah istəyən kimi yerinə yetiribdirsə, buna deyərlər ki, müvəffəq olan, Allahın tövfiq bəxş etdiyi, müvəffəq elədiyi, Allahın tövfiq ruzu verdiyi bəndə. Əgər bir bəndə bir günah işə daxil olarsa, Allahın haram buyurduğu bir günah işə daxil olmaq istəyərsə, Allah Teala həmən o bəndə ilə o günahın arasında bir hail, bir pərdə çəkər, imkan verməz ki, o bəndə o işə daxil olsun. Bunun da o günahdan çəkinməyi, müəyyən bir hadisə nəticəsində və yaxud hər hansı bir səbəbə görə o günahdan daşınması, o günahın həyata keçirə bilməməsi, bu da Allahın bir tövfiqidir. Allah onu müvəffəq elədi ki, o günahdan çəkindi. Və İmam Baqir əleyhissalatu vesselam buyurur ki, əgər Allah Teala ki, bir bəndənin gözəl niyyətini görərsə, bir bəndənin qəlbində gözəl niyyət olarsa, saf qəlbi varsa, saf niyyət varsa, Allah Teala ki, isməti ona bağışlayar. Onu Allah o bəndəni günahdan çəkindirir. Bəli, Allah bugünkü gündə mənə uğur və günahdan çəkinməyi mənə nəsib et. Və təhhir qəlbi min gəyahibit tuhma. Ey mənim Allahım, bugünkü gündə mənim qəlbimi, ürəyimi şübhəli işlərdən və töhmətli işlərdən mənim qəlbimi pak elə. Dəyərli möminlər, qəlbimi pak elə. Duada bunu deyirik. Çünki qəlb bütün günahların mədəni, vətəni, belə desək, qəlbdir. Yəni, günahlar sadir olur əldən, günahlar sadir olur dildən. Məsələn, insan yalan danışır, qeybət eləyir, əllə zülm eləyir, oğurluq eləyir, ayaqla bir cürə günah, gözlə bir günah. Bədən əzaları ki var, cəvari ki, bunlardan günah sadir olur. Lakin bunların əmr verəni, təmərküz, bunların mərkəzi qəlbdir. Məsələn, lazımdır ki, insan gərək o qəlbi pak saxlasın, qəlbi təmiz saxlasın, imkan verməsin ki, qəlb digər bədən əzalarına hökm eləsin, əmr eləsin ki, onlar günah işlər görsün. İmam Sadiq əleyhissalatu vesselam buyurur ki, İnnə mənzilətəl qəlb fil cəsəd. Qəlbin insan bədənində rolu, mənziləsi nədir? Bir mənzilətil imam minənnas. Necə məsum imam insanlar içərisində necə əhəmiyyət kəsb eləyir, imam və digər insanlar, bütün cəmiyyətin içərisində Allahın höccəti imam necədirsə, insan bədən əzaların içərisində qəlb həmən rolu oynayır. Qəlbdir əmr eləyən. Məskərə qəlb pak olsun, qəlb saf olsun, təmiz olsun ki, bəs digər əzalar da günah işlərdən uzaq olsun. Yəni, digər əzalara əl, ayaq, göz, qulaq ki, günaha mürtəkib olur, bunlara bu əmri verən, göstərişi verən qəlbdir. Qəlbdən sirayət eləyir. Əvvəlcə qəlbə düşür, insan bu fikrə gəlir və ondan sonra o günahları edir. Və buna görə də bugünkü duamızda son istəyimiz ki, kəlmə bundan ibarətdir ki, ey mömin bəndələrinə qarşı çox-çox rəhimli olan Allah mənim qəlbimi bugünkü gündə şübhəli və töhmətli işlərdən mənim qəlbimi pak etkinər. Və sallallahu əla seyyidina və nəbiyyina Muhammedin və alihi təyyibinə tahirin.